could turn me on. Baby, you could turn me on. Rəqqasə Aksana Rəsulova yaradıcılığında yeniliyə imza atıb. Belə ki, son zamanlar şəxsiyyətində qalmaqal yaşamasına baxmayaraq, çoxdandır ki, üzərində çalışdığı rəqsini tamamlayıb. Bu barədə ilk müsahibəsini isə kim harda necəyə verib? Buyurun, baxaq. Aksana'nın yeni rəqsi eksklüziv olaraq Kim Harda Necədə. Kim Harda Necə tamaşaçılarına ilk olaraq peşəkar rəqqasə olması ilə yanaşı, aktrisalıq fəaliyyəti barədə də ürəkdən danışan Aksana öz təəssüratlarını bizimlə bölüşdü. Bu yaxınlarda siz bildiyiniz kimi mən bir məşhur bir reperin klipində çəkildim. Çox uğurlu bir klipdir. Klip oldu. Yəni orada bir aktrisa kimi oynadım. Çox inanın ki o klip yəni 2 günün içində, ikicə günün içində 11.000-dən çox baxım sayı oldu. Yaradıcılığında əsasən Hind mahnılarına daha çox yer ayıran Aksana bunu qədim şərq ölkəsinə duyduğu sevgi ilə əlaqələndirir. Yeniliklərə gəldikdə isə Aksana bütün yay ərzində boş oturmadığını bildirdi. Elə bilməyin ki, bu axırıncı olan mənim həyatımda problemlər, depressionlar mənim nəsə yaradıcılığından kənar elədi. Yox, Nabarot, daha çox rəqslər, daha gözəl kostyumlar, daha gözəl kliplər olacaq inşallah. Yeni mövsümə xüsusi həvəslə hazırlaşan rəqqasə tamaşaçılarla görüşü səbirsizliklə gözlədiyini qeyd elədi. Bu yaxınlarda deməli hələ demək olar ki, gələn həftə İnşallah deməli Nadir bizim səs rejissorumuz, çox tanınmış Məxtqul qrupunun solisti olub. O çox gözəl bir Hind musiqisinə uyğun bir aranjman eləyir və Hind musiqisinə uyğun o aranjmana biz klip çəkdirmək istəyir. Sadəcə burada sözsüz bir musiqidir. Paltar tikdirmişəm, təzə paltarda, hələ ki onun işığını görməyib. Tamaşaçılarımız istəyərdim ki, onu klipdə daha çox geniş göstərim insanlara, yəni ki, klipdə görsünlər emin o paltarları. Konsertdə verməyə hazırlaşıram, hələ hər şey buna doğru gedir. Konsertə yaxınlaşan dövrdə, vaxtda inşallah ikinci mənim diskim buraxılacaq, DVD diskim, rəqslərimlə, təzə rəqslərimlə. Rəqqasə həmçinin qatıldığı festival barədə də xoş təəssüratlarla danışdı. Bu yaxınlarda Hindistan Səfirliyi təşkilatı ilə, onun dəstəyi ilə Hindistan Mətbəxi Festivalı keçirildi. Indian Food Festival 2011 və orada Hindistanın bütün mətbəxləri, yəni ki, yeməkləri nümayiş olundu. Və o festivalda mən də çıxış elədim, yəni ki, necə çıxış elədim, bir qonaq kimi, həmən o üzv kimi mən orada 2 rəqs göstərdim, həmən o rəqsi baxa bilərsiniz.
həmin o diasporanın üzvüyəm. Çünki hər dəfə yəni məni hansısa bir böyük prezentasiya təqdimatlarına çağırırlar məni və inanın ki, mən çox qəribələrəm ki, onlar məni bax iminə bax belə də deyirlər ki, Aksana Rəsulova Hind səfirliyinin почетный tam nə bilim üzvü. Bax belə. O həmçinin bundan sonra kiçik uşaqlara Hind rəqslərinin sirlərini öyrədəcək. Azərbaycanda yaşayan Hind uşaqları üçün mən rəqs quracağam və onların çox belə inanın ki, Hindistanda hələ Azərbaycanda keçirilən bəzi şənlikləri var ki, burada keçirirlər. İndi öz şənliklərdə orayı üçün hazırlaşdıracağam uşaqları.